Salam hörmətli izləyicilər, xoş gördük sizləri Rətve kanalında. Əziz izləyicilər, bugün biz belə gözəl almalardan kompot hazırlayacağıq qışlıq üçün. Bunun üçün bizə nələr lazımdır? Deməli, qırmızı alma şirin olmalı da, alma kompotda tamı çıxsın. Ondan sonra bir armudu stakan 1 litr belə deyək də, aroma butulkasına gedir. 1 stakan armudu şəkər, su və belə rəng, krasitildə xüsusi rəng versin. İlk öncə nə edirik? İlk öncə əziz izləyicilər, almalarımızı belə deyək, bölürük bir neçə hissəyə. Deməli, bu baş hissələrini beləcə kəsirik. Bax belə. Ortası olmasın, yəni o çərtliyi olan yer. Oranı beləcə çıxardırıq. Çünki çərtliyi deyilənə görə biraz acılıq verir. Yəni, bax, buranı çıxartdıq. Və bax, bu almaları belə də eləyə bilərsiniz, ancaq mən xoşlayıram içində belə xırda-xırda olmağını. Ona görə bax, bu şəkildə edirik. Belə xırda-xırda doğrayırıq, onda tamı daha da yaxşı olur. Bax, belə bu şəkildə. Deməli, əziz izləyicilər, gördüyünüz kimi bax, almalarımızı belə xırda-xırda doğradıq. İndi aroma butulkamızı götürüb və içinə belə deyək, dolduracağıq. Çox dadlı və gözəl belə deyək, alma kompotu çıxır. İnandırım sizi, özünüz dadından doymayacaqsınız. Yəni bu üsulla eləyin. Bütün belə deyək də, para bölüb qoymaqdansa belə xırda-xırda onda daha yaxşı belə deyək, tamı çıxır almanın. Bax belə. Hamısını elədik, gördünüz. İndi belə qab qoyuruq. Və əziz izləyicilər, yəni buna biraz rəng qatacağıq ki, gözəl olsun, yəni kompotumuz. Mən ümumiyyətlə çox kompotlara rəng qatıram, yaxşı olsun. Belə birəcə belə deyək, belə tökürük bu qədər. Şəkərin üstünə tökəcəyik, onsuz da hamısı içinə gedir. Və şəkərimizi tökürük qaba. Bax belə. Bir armudu stakan. Bax belə. İlişdi. Всё. Hamısı töküldü. Və əziz izləyicilər, bax beləcə və götürürük qaynadılmış suyumuzu əlavə edirik. Bax belə. Və ağzını bağlayırıq. Belə biraz eləyirik ki, köpüyü çıxsın. Deməli, köpüyünü belə eləyirik, köpüyü çıxsın içindən. Və ağzını bağlayırıq. Ağzını bağladıqdan sonra yaxşıca bururuq və biraz istidir. Bax, belə görürsünüz, şəkəri aşağısındadır. Belə edirik ki, şəkər həm də rəngi qarışsın bir-birinə. Bax, belə. Gördünüz, necə gözəl rəngi alındı. Gördünüz əziz izləyicilər, həm rəngi gözəl, həm də belə deyək, çox tamlı bir
kompot alınır. Bax bu şəkildə hazırlayın və qışda açıb nuş edə bilərsiniz. Bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun, videolarımıza da like qoyun. Sağ olun, salamat qalın.